Sosial şəbəkələrdə Füzuli rayonunda qadının kişiyə qarşı təhqir edici hərəkətlərini əks etdirən görüntülər yayılıb. Vətən müharibəsi şəhidi Vüqar Zamanovun anası Lətifə Zamanova bu haqda açıqlama verib. O bildirib ki, videodakı şəxs içkili halda oğlunun xatirə lövhəsi qarşısına xoşagəlməz hərəkətlər etdiyi üçün bu addımı atıb. O kişi tanımadığım insandı, axmaq hərəkət etmişdi. İçkili halda oğlumun şəklinin qarşısında elə hərəkətlər etməsi mənə pis təsir etdi, dözə bilmədim. Ona görə elə elədim. Ailəsi və yaxınları gəlib üzrxahlıq elədi. Atası xəstədir, yorğan döşəkdə yatır, özü də xəstə övlad atasıdır. Ona görə də böyüklük göstərib onu bağışladım. Olan belə piyan oldu. Mən də çevirdim, keçdim getdi, bağlanmış getdi. Yəni fizik mühafizə orqanlarının əlindən sana verildi, cəzası da verildi, bağlanıb çıxdı getdi. Narazılığınız yoxdur ki? Xeyr. Çox sağ olun Lətifə xanım, çox təşəkkür edirik. Çox sağ olun. Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, hadisə barədə məlumatlıdırlar. Tərəflər arasında olan mübahisə Füzuli rayon polis şöbəsində araşdırılır. Mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcək. Xatırladaq ki, 1995-ci il təvəllüdlü Vüqar Zamanov 5 noyabr 2020-ci ildə Daşaltı uğrundakı döyüşdə şəhid olub. Ölümündən sonra müxtəlif medallarla təltif edilib.